Temperaturu 30 dərəcə olan havada nisbi rütubətlik 49-dan 64-ə qədər yüksəlmişdir. Bu dövr ərzində mütləq rütubətliyin neçə qram artdığını müəyyən edin. 30 dərəcə temperaturda 30 qram su buxarı ola bilər, yəni 1 metr kub havada. Bunu 100% götürürük. 25%, yəni 49-dan 64-ə yüksəlirsə, deməli 25% yüksəlir. Yəni x qram da 25, 30-un 25% eləyir 7,5 qram. Bir ildə Azərbaycanda sənaye sahələrinə qoyan investisiya 55%-ni xarici, 2,125 milyard manatını isə daxili investisiya təşkil etmişdir. Deməli, x milyard bizə investisiya qoyulub, bunun 55%-ni xarici şirkətlər qoyubsa, %45'ini də yerli şirkətlər qoyub və onun miqdarını bilirik. 2,125 milyard. X də bərabərdir, bunu tapanda edir. X bərabər 5 milyard. Deməli 5 milyard manatın ümumi 5 milyard manat investisiya qoyulub. Növbəti ildə isə ümumi investisiyaya qoyuluşu 4,5 milyard manat olub. Deməli 5 milyard artıq azalıb olub 4,5 milyarda düşür. Yəni 0,5 milyard azalıb. Deyir ki, neçə faiz azaldığını tapın. 0,5 milyard azalıb. Neçə faiz isə 5'in %x-i 5'in %x-i 0,5 x da bərabərdir 10%. Deməli 10% azalıb. 58-ci sualda A nöqtəsindən uçan təyyarə. A nöqtəsindən uçan təyyarə 270 dərəcə azimutla 90 dərəcə. Bu təxminən 100 dərəcədədir. 270 dərəcə azimutla 90 dərəcə uçur. Yəni 10 dərəcə şərq uzunluğuna çatır. 60 dərəcə şimal enliyindədir. Sonra isə 180 dərəcə azimutla 2220 km yol qət edir. Yəni 10 dərəcə şərq uzunluğu, yəni 60 dərəcə şimal enliyindən 10 dərəcə şərq uzunluğu boyu 2220 km yol gedir. Yəni meridianın da getdiyinə görə bunu bölürük 111'e. Bu da eləyir 20 dərəcə. Çatır 20 dərəcə cənuba getsək 40 dərəcə şimal enliyinə. Məntəqənin coğrafi koordinatları 40 dərəcə şimal enliyi, 10 dərəcə şərq uzunluğu. 62-ci sual. Ölkə əhalisinin sayı 80 milyon. Bir ildə ölkədə doğulanlar sayı 1,9, ölənlərin sayısı 0,7-dir. Deməli 80 milyon əhalidən təbii artım 1,9-dan 0,7-ni çıxırıq. Çünki dünyaya gələnlərlə ölənlərin arasındakı fərq təbii artımdır. Bu eləyir 1,2 milyon nəfər. Hər 1000 nəfərə düşən əhalini istəyir. 1000 nəfərə də x. X da bərabərdir. Çarpazı vuruldu da sonda eləməlidir 15 nəfər. Deməli hər 1000 nəfərə təbii artım 15 nəfər olur. 64-dən verilən dərəcə tornasından gecə gündüzün adi növbələşdiyi və fəsillərin aydın müşahidə olunduğu ərazi müəyyən edilir. Fəsillərin aydın müşahidə olunduğu ərazilər 35 ilə təxminən 60 dərəcə şimal enliklərində daha aydın müşahidə olunur. Yəni bu hissələrdə. Yəni uzunluğun fərqi yoxdur. Əsas enliklərdə 35 şimal 60 şimal enlikləri arasında olacaq. Deməli 35-45 biri götürürük. 2 ola bilməz. Subekvatorialdadır. Bu hissəsi artıq tropikə gedir, çıxır. Burada 40-50 cənub enlikləri fərq eləmir, götürə bilərik. Bu qütb əraziləri edir. Cənub qütb əraziləri ola bilməz. Ona görə çıxırıq bunda. 0-10 arası ekvatorial və ya subekvatorial enlikdir. Bunu da götürə bilmərik. Deməli 1 ilə 3'ü götürürük. A variantı. Akkumulyasiya proseslərinin üstün olduğu reyli formaları müəyyən. Akkumulyasiya suxurların çöktürülməsidir. Burada erişikliklər kənara çəkilib. Deməli təpə və yaxud da dağlıq ərazidən söhbət gedir. Təpədə denudasiya, yəni yaylalarda, dağlıq ərazilərdə denudasiya. Çökən yerlərdə isə akkumulyasiya reyli formaları üstünlüyü təşkil edir. Yəni erişikliklər içəri olduğuna görə bunları təyin edə bilərik. Deməli 2 və 4 olacaq cavabımız. B variantı. Duzluğu 30 promil olan 1 litr suya onun 50% qədər şirin su əlavə etsək duzluq nə qədər olur? 1 litrdə duzluq 30 promildir. 1 litrin üzərinə onun yarısı qədər, yəni 1,5 litr olacaq. Su əlavə eləsək duzluq x promil olar.
Burada artıq tərs mütənasibdən istifadə edəcəyik. Çünki suyun miqdarı artdı. 1-i 30-a vururuq 30. 1,5 x eləyəcək bu da. X də bərabərdir. Yəni burada duzluğun miqdarı azalacaq. Çünki şirin su əlavə olunur. Burada 1,5'i bölürük 30'a. Daha doğrusu 30'u bölürük 1,5'e. 30'u 1,5'e böldükdə də artıq burada alınacaq 20 promil. Deməli duzluq 20 promil olacaq. Yəni duzluğun miqdarı azalmış olur. 73'də nisbi rütbətliyi 90 promil olan, 90% olan 1 metr kubların doyması üçün 1,5 qram su buxarı çatışmır. Bu havanın maksimum su buxarı saxlama qabiliyyətini hesablayın. Deməli 10%-i 1,5 qramdır. 90% su buxarı var. Doyması üçün 1,5 qram su buxarı çatışmır. Yəni 10% çatışmır. 10% 1,5, 100% x. X də bərabərdir 15 qram. Deməli su saxlama qabiliyyəti 15 qram olacaq. Xəritə sxemdə A və C məntəqələri arasındakı hündürlük fərqi 120 metrdir. A ilə C-nin arasında 1, 2, 3 boşluq var. 120-ni bölürük 3-ə eləyir 40 metr. B-nin hündürlüyünü istəyir bizdən. Dəniz səviyyəsi 0 metrdir. 0, kəsmə yüksəkliyi artı tapmışı 40 metr. 0, 40, 80, 120-dən B-nin hündürlüyü 120 metr olacaq. 53-cü sualda səyahətçi A məntəqəsindən, yəni 60 şimal və 60 şərq uzunluğundadır. Bu isə 60 şimal enliyi və 60 dərəcə şərq uzunluğudur. Əvvəlcə 180 dərəcə azimutla 2220. 2220-ni 111-ə bölməliyik. Meridian üzrə hərəkət edirik. Eləyir 20 dərəcə. 60 şimal enliyi 20 cənuba doğru getsək 40 dərəcə şimal enliyinə çatırıq. Bu isə 40 dərəcə şimal enliyi eləyir. 90 dərəcə azimutdan 5124 km. 40 dərəcə şimal enliyində 1 dərəcənin uzunluğu 85,4 olur. Bunu bilməliyik mütləq, çünki Bakının yerləşdiyi enlikdir. 5124-ü böldürük 85,4-ə. Bu da eləyir 60 dərəcə. 60 dərəcə şərq uzunluğundan 90 dərəcə azimutla hərəkət etsək, çatırıq 120 dərəcə şərq uzunluğuna. Enlik də 40 dərəcə şimal enliyi olacaq. 40 dərəcə şimal enliyi, 120 dərəcə şərq uzunluğu. Y variantı. 58-ci sualda 2010-cu ildə 380 milyon manatlıq məhsul ixrac etmişdir. Ticarət balansı müsbət olub, ixracın həcminin 20%-nə bərabərdir. İdxalın miqdarını təyin edin. Deməli, ixrac plus idxal bu ticarət balansı adlanır. İxracdan idxal çıxdıqda bu saldo olur. Saldo müsbət və ya mənfi ola bilər. Mənfi hansı halda olur? İdxal daha çox olduqda. Burada ixracı 380 milyon verib. Manatlı məhsul ixrac etmişdir. Ticarət balansı müsbətdir. Artı müsbət olduğunu biliriksə, bundan çıxanda x-ı ixracın həcmi 20%-nə. Yəni 380-in 20% isə saldodur. Bu da eləyir 76. 380-in 20%-ni tapırıq 76. X da bərabərdir. Deməli 304 milyon manat eləməlidir. Deməli artıq biz idxalın miqdarını müəyyən eləyə bildik. Pekin şəhəri 40 dərəcə şimal enliyindədir. Yerin xəyali oxu ətrafında fırlanma sürətini hesablayın. Ekvatorda 1 dərəcənin uzunluğu 111,3-dür. Ən sürətli ekvatorda fırlanan yer kürəsi 1 saatda fırlanmasını tapmaq üçün 15 dərəcəyə vurur. Çünki 1 saatımız 15 dərəcə. 40 dərəcə şimal enliyində də 1 dərəcənin uzunluğu 85,4-dür. Bunu da 15 dərəcəyə vuraraq neçə kilometr sürətlə fırlandığını bilə bilərik. 85,4 vurulsun 15. Bu da edir 1281 kilometr. 85,4'ü 15'e vuranda 1281 kilometr bölünsün saat eləyəcək. Qrafik əsasən hansı cavabda regionların əhalinin sıxlığının azalma sırası düzgün göstərilir? Deməli, sıxlığı necə tapırdıq? Əhalinin sayını, yəni bu qaranı ştrixli əraziyə bölərək tapacağıq.
Deməli, əhalinin sayının ərazinin sahəsinə nisbəti həmin ölkədə sıxlığı təyin edə bilərik. Məsələn, Azərbaycanın ərazisi 86.600-dür, əhalisi 10 milyondan bir qədər çoxdur. Bu 10 milyonu 86.600-ə böldükdə artıq sıxlığı təyin edə bilərik. Burada da həmçinin o formadır. Əhalinin sayı. Deməli, əhalinin sayı çox, ərazinin sahəsi kiçik olarsa sıxlıq çox. Ərazinin sahəsi böyük, əhalinin sayı az olarsa, deməli sıxlıq daha az olacaq. Burada sıxlığın ən az olduğu region 5-dir. Daha sonra əhalinin sayı az olduğuna görə sıxlığın ən çox olduğu region 4-dür. Bir-birinə bərabər 2-dir. Burada daha sonra ən sıx bu oldu. Daha doğrusu sıxlığı ən az bu oldu. Ən çox sıxlıq 4-də oldu. Daha sonra 1-də olacaq. Deməli biz burada hansısa bu regionlarda əhalinin sıxlığının azalma sırası. Deməli ən sıx 4 oldu. Daha sonra 1, daha sonra 2, 3 və 5 götürürük. 4, 1, 2, 3, 5. B variantı olacaq. A və B çayları mənbələri müvafiq olaraq dəniz səviyyəsindən 5380 və 2390 metr hündürlükdədir. Mənsəblərin hündürlüyü isə müvafiq olaraq -20 və -10 metrdir. A çayının uzunluğu 180, B çayının uzunluğu isə 120 km olarsa, sayıların meyilliklər arasındakı fərqi hesablayın. Onda 5380 çıxılsın -20. Burada artıq A çayının biz düşməsini tapdıq. 5400. Çayın uzunluğunu da biz bilirik ki 180'dir. 5400'ü 180'ə bölürük. Daha sonra 2390 çıxılsın -10. B çayının artıq biz düşməsini tapdıq 2400 metr. Uzunluğun da bizə 1200 metr olduğunu verir. Bu eləyir 5400'ü 180'ə böldükdə 30. Bu ise eləyir 20. Bunların arasındakı fərq isə 10 metr bölünsün kilometrdir. C variantı. Ətəyi 400 metr mütləq hündürlükdə yerləşən dağın zirvəsində havanın temperaturu -4. 400 metr hündürlüyüdədir bura. Zirvəsində havanın temperaturu -4. Atmosfer təzyiqi 430'dur. Artıq biz buna əsasən zirvənin hündürlüyünü tapa bilərik. 430 mm. Və deyir ki, dünya okeanı səviyyəsində, yəni 0 metr hündürlükdə təzyiq 760 mm-dir. Bunların arasındakı fərq 760'dan 430'a çıxırıq, edir 330 mm. Hər 10 metrdə 1 mm azaldığını nəzərə alaraq 760 çıxılsın 430 edir 330. Bunu ona vuraraq biz neçə metr hündürlüyü olduğunu oradan tapa bilərik. 3300 metr. Deməli burada hündürlüyü 3300 metrdir. Daha sonra dağın ətəyində havanın temperaturu, yəni 400 metr hündürlükdə havanın temperaturu nə qədər olar? 3300'dən çıxırıq 400'ü. Bu edir 2900. 100 metrdə temperaturu 0.6 dərəcə aşağı düşür. 2900 metrdə nə qədər dəyişəcəyini tapırıq. X da bərabərdir 17,4 dərəcə. Deməli 2900 metr hündürlükdə 17,4 dərəcə temperatur fərqlənir. Burada -4'dür. Aşağı düşdükcə temperatur artar. Üzərinə gəlirik 17,4'ə. Bu deyir 13,4 dərəcə. Deməli burada 400 metr hündürlükdə temperatur 13,4 dərəcə olacaq. 51. Temperatur 20 dərəcə olan 1 metr havada nisbi rütubətlik 63'dən 23'ə qədər azalır. Deməli 40% azalma müşahidə olunur. Mütləq rütubətliyin neçə qram dəyişdiyini hesablayın. Deməli 20 dərəcə temperaturda 17 qram su buxarı olur. Bunu 100% götürürük. Nə qədər azaldığını qramla bilmədiyimizə görə x yazırıq. Amma nə qədər neçə faiz dəyişdiyini bilirik. 63'dən 23'ə enibsə 40% dəyişir. Deməli 17'nin 40%'ini tapırıq. 6,8 qram eləyəcək bu. Sxemə əsasən R və B məntəqələri arasındakı temperatur fərqi 16,8'dir. R ilə B arasında temperatur fərqi, yəni bu hissələr arasında 100 metrdə 0,6, x metrdə 16,8. Bunu tapırıq artıq. 16,8'i vururuq 100'ə, bölürük 0,6'ya. Bu deyir x bərabərdir
2800 metr. Deməli, R ilə B-nin arasındakı hündürlük fərqi 2800. Kəsmə yüksəkliyi tapanda 1, 2, 3, 4. Aralarındakı məsafənin sayına bölürük 4-ə. Kəsmə yüksəkliyində 700 metr olduğunu tapa bilərik. A və Z məntəqələri arasındakı hündürlük fərqi isə 1, 2, 3, 4, 5, 6. 6 700-ə vuranda da boşluqların sayını 700-ə vuranda 4200 metr. Deməli, bunların arasındakı məsafə fərqi də 4200 metr olacaq. Yerli və qurşaq vaxtları üst-üstə düşməyən məntəqələr. Yerli və qurşaq vaxtları üst-üstə düşmək üçün verilmiş rəqəmlər 15-ə tam bölünməlidir. Məsələn, Bakı 50 dərəcə şərq uzunluğunda yerləşir. 50-ni 15-ə böləndə 3 dəfə 5-də qalıq qalır. Yəni, Bakı yerləşdiyi uzunluq onun saat qurşağının üst-üstə düşmür. Bakının yerləşdiyi saat qurşağı 3-cü saat qurşağıdır. 3-cü saat qurşağının orta meridianı 45 dərəcə şərq uzunluğudur. Yəni, Bakı düşmür, yəni tam bölünməlidir ki, düşsün. 60-ı 15-ə böləndə 4 eləyir. Deməli, D üst-üstə düşür. Bizə düşməyəni də istəyir. D-ni çıxırıq. 20, yəni Y məntəqəsi 20-ni 15-ə tam bölünmədiyinə görə düşmürü götürürük. Yenə A məntəqəsi 20 şərqdədir bu dəfə. Yenə 15-ə böləndə tam bölünmədiyinə görə götürürük. Çünki düşməyəni istəyir bizdən. B 40-dadır. 40-ı 15-ə böləndə tam bölünmür. Ona görə bunu da götürürük. C isə tam bölündüyünə görə götürə bilmərik. E, A, B variantları olacaq. C variantı. Okean sahilində yerləşən dağın ətəyində ən isti ayın temperaturu 27 dərəcə olarsa, qar xətti hansı hündürlükdən keçər? Qar xətti 0 dərəcə temperaturda olur. İl boyu temperaturu 0 dərəcədən aşağı olmayan yerlərdir. Burada temperatur ətəkdə 27 dərəcədir. Temperatur 0 dərəcə olması üçün gəlir 27 dərəcə temperatur aşağıya düşər. 100 metrdə 0,6 dərəcə, x metrdə isə 27 dərəcə azalır. X də bərabərdir, bunu tapırıq 4500 metr. Deməli, burada hündürlük 4500 metr olmalıdır ki, artıq qar xətti yaransın. Xəritə sxemdə verilmiş A məntəqəsində yerli vaxtla saat 12:00-dır. Burada 12:00-dır. Bu vaxt müvafiq olaraq B və C məntəqələrində. Birinci B-ni tapırıq, daha sonra isə C-ni tapırıq. A 20 dərəcə şərqdədir, B 20 dərəcə qərbdədir. Bunların arasındakı məsafə fərqi 40 dərəcədir. 40 bölürük 15-ə. 2 dəfə bölünür, 30, 10 qalıq qalır. 2 saatin olduğunu bildik. 10 dərəcə, 1 dərəcənin 4 dəqiqə olduğunu nəzərə alaraq 10 da 4-ə vururuq, 40 dəqiqə eləyir. Deməli, A məntəqəsi B məntəqəsi arasındakı məsafə 2 saat 40 dəqiqədir. Qərbə doğru getdikdə saat geriyə gedir. Ona görə 12:00-dan 2 saat 40 dəqiqə geriyə getməliyik. 12-dən 2-ni çıxırıq 10. 40 dəqiqədə geriyə getdikdə 9:20 edir. Deməli, B-də saat 9:20-dir. C məntəqəsi ilə A-nın arasındakı fərq 100 dərəcədir. 100-ü bölürük 15-ə, 6 dəfə bölünür. 90, 10 qalıq qalır. Onu da bayaq burada elədiyimiz kimi 4-ə vururuq. Edir 40 dəqiqə. 6 saat 40 dəqiqə. 12-nin üzərinə şərqə doğru getdiyimizə görə toplamalıyıq. 6:40 gəlirik, edir 18:40. Deməli, cavabımız 9:20 və 18:40. E variantı. 60-cı sualda Aran İqtisadi Coğrafi rayonu sahəsi 21.000 kvadrat kilometr, əhalisi 1797 min nəfər. Lənkəranda isə 824.000, sahəsi 6000 kvadrat kilometr. Sıxlığı arasındakı fərqi istəyir. Deməli, 1797-ni bölürük 21-ə. Daha sonra 824-də bölürük 6-ya. Və bunların fərqini tapırıq. Deməli, 1797 bölünsün 21-ə. Burada eləyir təxminən rəqəm 85,5. 824-ü 6-ya böldükdə isə 137,3 eləyir. 137,3. Bunların arasındakı fərq isə 137,3-dən çıxırıq 85,5-ə. Burada təxminən eləyir 51,8 və ya 51,7. Burada bu formata götürüb A variantı.
Şəki-Zaqatala İqtisadi rayonunun əhalisi 609, kənd əhalisi isə 437 mindir. Urbanizasiya neçə faiz olduğunu tapın. 609 minin %x-i kənd əhalisidir. Kənd əhalisini bilirik 437 min nəfərdir. 437-ni vururuq 100-ə. Bölürük 609-a. Bu da təxmin edir 71 tam %75. Bu kənd əhalisidir. 100-dən də 71 tam 100-dən də çıxırıq. 71 tam %75'e və yaxud da 71 tam onda 7-də çıxa bilər və yaxud 71 tam onda 8-i burada o formada eləyib. Bu da eləyir 28 tam onda 2. Növbəti sual. Azərbaycanın əhalisinin sayı 2009-cu il məlumatına görə 8 milyon 973 min nəfər. Əhalisinin 49%-ni kişilər, qadınlarsa müvafiq olaraq 51%-ni təşkil eləməlidir. Burada deyir ki, qadınlar kişilərdən nə qədər çoxdur? Bunu biraz uzun yolla eləyəndə sən 8 milyon 973 min nəfərin 49%-ni, sonra 51%-ni tapırsan, sonra aralarındakı fərqi tapırsan. Amma qısa yollansa 8 milyon 973 minin %2'sini tapırsan. Nəyə görə %2'sini? Çünki biri 51%dir. Qadınlar 51%, kişilər 49%. Deməli bunların arasındakı fərq də 2-dir. Cəmi bizi 8 milyon 973 mini verirsə, fərqi də bunlar arasında, kişi ilə qadın arasındakı fərqi verəcək. Bu da eləyəcək 179,5 min nəfər. %2'sini tapdıq da. 2005-ci il üçün tərtib olmuş cins yaş piramidasına əsasən demoqrafik böhranın neçənci illərdə baş verdiyi müəyyən edin. Demoqrafik böhran, yəni bunların az olduğu yerə baxırıq. 15-19 yaşlarda baş verib. 2005-dən çıxırıq 19-u. Edir 1986. 2005-dən çıxırıq 15-i. 1990. Deməli demoqrafik böhran 1986 və 1990-cı illərdə baş verib. Bakıda günəş şüalarının düşmə bucağı və qütb uldusun görmə bucaqları bərabər olduğu vaxt, deməli Bakıya günəş şüaları, Bakı 40 dərəcə şimal elindədir. Qütb uldusu Bakıya hər zaman 40 dərəcə bucaqla düşür. Bütün paralellər, şimal yarımkürəsində yerləşən paralelləri eyni dərəcə bucağına düşür. Məsələn 70 dərəcə şimal ilə 70 dərəcə bucaqla düşür. 40 dərəcə şimal ilə 40 dərəcə bucaqla düşəcək. Və deyir ki, günəş şüalarının düşmə bucağının bərabər olduğu vaxt. Deməli, günəş şüaları da 40 dərəcə bucağına düşməlidir. Deməli, 90-dan çıxırıq 40-ı, yəni günəşin maksimum olduğu enlikdən. Çıxırıq 40-ı, yəni maksimum düşdüyü bucaqdan. Eləyir 50 dərəcə. Deməli, məntəqə Bakıdan 50 dərəcə cənubda yerləşir. Burası 0 olacaq, məsafə 40 dərəcə, bizə 50 dərəcə cənuba getməliyik. Bu məsafə eləyir biz üçün 50 dərəcə. Deməli, günəş 10 dərəcə cənub enliyində zenitdədir. 33 dərəcədə cənub enliyində günəş şüalarının düşmə bucağını istəyir. 33 dərəcə cənub enliyində bu hissədir. Günəş burada 90 dərəcə bucaqladır. Bəs bura neçə dərəcə bucaqla düşür? Bunu tapmalıyıq. Bunlar arasındakı məsafə 23 dərəcə. Bu hissəyə 90 düşürsə, deməli 23 daha az düşür. 90 çıxılsın 23. Bu da bərabərdir 67 dərəcə. D variantı. Bu sualda variant olmadığına görə bunun dəqiq cavabını tapmaq olmur. Variantları keçirməmişəm bura, qapı eləməmişəm. Sxemasla M nöqtəsi mütləq hündürlüyü və KM nöqtə arasındakı temperatur fərqini hesablayın. KM-in arasındakı hündürlük fərqini təxminən tapa bilərik biz burada, temperaturda həmçinin. Kəsmə yüksəkliyi tapsaq, bura 400, bura 1000, 1, 2, 3. 1000-dən 400 çıxırıq, edir 600. 600-də 3-ə böləndə edir kəsmə yüksəkliyi 200 metr. K-nın hündürlüyü 200 olur. M-in hündürlüyü isə 1000-dən yuxarı 1200-dən aşağı eləməlidir. Yəni təxminən bilə bilərik onun arasındakı fərqi. Yəni variant olsaydı, variant əsasını tapacaqdıq. 81-ci sualda çayın mənbə və mənsəb arasındakı təzyiq fərqi 455-dir. 455 mm-dir. Bunu 10-a vururuq. Edir 4550 metr. Təzyiq 455 isə, yəni 455 mm azalıbsa, belə də yaza bilərsiniz bunu çalışmamaq üçün. 10 metrdə 1 mm.
455 x metrdə isə 455 millimetr. X də bərabərdir 4550 metr edəcək. Burada soruşur ki, meyilli 0.7 olarsa, yəni 4550, yəni çayın düşməsidir bu. X-a böldükdə eləyir 0.7. Yəni çayın uzunluğunu istəyir buradan. X də bərabərdir 6500 eləyəcək. Yəni 4550-ni 0.7-yə böldükdə. Duzluğu 20 promil olan 1 litr suyu 10-25% qədər şirin su əlavə olunarsa duzluq nə qədər olar? 1 litr suda duzluq 20 promildir. Şirin su əlavə olunursa əlbəttə ki bu duzluğun miqdarı azalmalıdır. 1.25 litr olur bu. Çünki 25% qədər şirin su əlavə olunur. Duzluq isə x promil olacaq. X də bərabərdir 16 promil. Tərs mütənasibini edirik də. 1-i 20-yə vururuq 20. 1,125 də x-a vururuq. 20-ni 1,125-ə böldükdə də 16 promil eləyəcək. B variantı. Samur çayı 3600 metr hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Yəni -27 metr hündürlükdə Xəzərə tökülür. Çayın uzunluğu 216 km olduğunu nəzərə alaraq onun düşməsini və meylini hesablayın. 3600-dən çıxırıq -27-ni. 3627 metr edir. Bunun artıq düşməsini tapdıq. Çayın uzunluğu 216 kilometrdir. Onda düşməni çayın uzunluğuna bölürük 216-ya. 3627 bölünsün 216 kilometrə. Bu da təxminən 16,8 eləyir. 16,8 B variantı. Horizontallarla təsvir edilmiş dağın ətəyindən keçən horizontal, yəni bu 0 metr, yəni okean səviyyəsindədir. K nöqtəsi ilə zirvə arasındakı hündürlük fərqinin neçə metr olduğunu müəyyən edin. Bizə bu hündürlüyün 1200 olduğunu verib. Burada 0 metr olduğunu deyir. 1, 2, 3. Bunların arasındakı məsafə 3'dür. 1200'ü bölürük 3'ə. Eləyir 400 metr. Kəsmə yüksəkliyi artıq bilirik. Bura 1200 isə A-nın hündürlüyü olacaq 1600. 1200'ün üzərinə 400 gəlirik. Zirvə 2115'dir. 2115'dən də 1600'ü çıxdıqda eləyir 515 metr. 72-ci sualda Şimali Amerikada 1990-cı ildə əhalinin sayı 275, 2010-cu ildə isə 344 milyon nəfər olmuşdur. Regionda əhalinin təbii artım hesabına 17,2% artıb. Təbii artım hesabına 17,2% artıbsa, mexaniki artım, yəni migrantların hesabına isə 100-dən çıxırıq 17,2-ni. Bu da eləyir 82,8%. Deməli 82,8% də migrantların hesabına baş verir. 344-dən çıxırıq 275 eləyir 69. 69'un da 82,8%'ni tapırıq. 69'un %82,8. Bu da bərabərdir. 69 vurulsun 82,8 bölünsün 100'ə 57 milyon 132 min nəfər. Deməli bu formada artıq. Miqrasiya hesabına belə olacaq. 31-ci sualda B nöqtəsindən keçməklə, yəni mütləq A-dan gəlib B-dən keçib sonra C-yə getməliyik. Məsafə 22,2-dir. Yəni hər tək məsafəni artıq verib bizə 22,2. Miqyası verməyib bizə. Həqiqi məsafəni də biz özümüz tapmalıyıq. A-dan B-yə, B-dən Z-yə gedərək. Meridian üzrə hesablama işləri aparanda məntəqələrin hansı paraleldə olduğuna baxmalıyıq. A 20-də, B 0-da. Bunların arasındakı məsafə 20 dərəcə. 20-ni 111-ə vurduqda 2220 kilometr edir. B-dən C-yə qədər olan məsafəni tapmaq üçün onların hansı meridianda yerləşdiyinə baxmalıyıq. B 20-də, C isə 40-da yerləşir. Bunların arasındakı məsafə 60 dərəcə. 60'ı da vururuq 111'ə ekvatorun üzərində olduğuna görə 6660. Buradan bura qədər məsafə 2220. C
cəmi 8880 kilometr. Xəritdəki məsafəni tapanda da, daha doğrusu miqyas tapanda da həqiqi məsafəni xəritdəki məsafəyə bölürük. Bu da eləyir 400. Miqyas yazanda 1 bölünsün 400. Kilometrə görə də kilometri santimetrə çevirəndə də 5 sıfır əlavə eləməliyik. 1, 2, 3, 4, 5. Yəni cavabımız bu olacaq. Hesabat ilində Azərbaycanın ixrac etdiyi məhsulun dəyəri 6060 milyon, idxal isə 5710 milyon ABŞ dolları olub. Ticarət balansı və onun növünü müəyyən edin. Ticarət balansı müsbət olacaq, çünki ixrac idxaldan çoxdur. 6060 çıxılsın 5710. Deməli, 6060-dan 5710 çıxdıqda 350 milyon manat. Ticarət balansı ixrac idxaldan çox olduğuna görə müsbət və 350 olur. A variantı. 54-cü sualda çayın orta meyilliyi 1,5 metr, uzunluğu isə 180 kilometrdir. Deməli, çayın düşməsini bilmirik. Çayın uzunluğunu bilirik 180 kilometr və düşməsini də bilirik 1,5. Deməli, 180-i 1,5-ə vuraraq cavabı tapa bilərik. Bu da eləyir 2700. Daha doğrusu 270. 1800 isə 2700 eləyəcək. Deməli, çayın düşməsi 2700 metrdir. Eyni meridian üzərində yerləşən A və B məntəqələri arasında ən qısa məsafə 8880 km. Yəni bu məsafə 8880. Meridian üzərində olduğuna görə bunu 111-ə bölərək, yəni 80 dərəcə olduğunu tapa bilərik. A 40-dadırsa, B də 40 dərəcə şimal enində aralarındakı məsafə 80 dərəcə eləməsi üçün. B məntəqəsinin coğrafi enliyinə aid olan xüsusiyyətləri müəyyən edin. 40 dərəcə şimal enliyinə aid olan fikirləri tapa bilərik. Payız gecə-gündüz bərabərliyi zamanı, yəni günəş ekvator üzərində zenit olan zaman, günorta günəş şüalarının düşmə bucağı 10 dərəcədir. Xeyr, 10 dərəcə ola bilməz. 0 ilə 40-ın arasındakı məsafə 40 dərəcə. Bura 90 düşürsə, 40 dərəcə şimal enliyinə 40 dərəcə daha az düşər. Deməli, 50 dərəcə düşməlidir. Burada yazıb ona görə ola bilməz. Qərb küləklərinin təsiri altındadır. Bəli, qərb küləklərinin təsiri altındadır. Çünki qərb küləkləri tropikdən mülayim enliklərə doğru əsir. Ona görə də 40 dərəcə şimal enliyində təsir edəcək. Yay gündönümdə günorta günəş şüalarının düşmə bucağı 26,5 dərəcədir. Yay gündönümdə günəş şimal tropikin üzərində olur. 40-dan çıxırıq şimal tropikin enliyi 23,5-i eləyir 16,5. 90 dərəcə şimal tropikinə düşürsə, onda 40 dərəcə şimal enliyi 16,5 daha az düşür. Yəni 73,5 düşür. Bu ola bilməz onda. Bu qış gündönümünə aid olan bir xüsusiyyətdir. Qış gündönümdə günorta günəş şüalarının düşmə bucağı 26,5-dir. Bakı 40 dərəcə şimal enliyində. Buranı 0 götürüb, bura cənub tropik 23,5. Qış gündönümdə günəş cənub tropikin üzərində zenitdə olur. Bunların arasındakı məsafə, günəş burada zenitdə olur, 90 dərəcə bucaqla düşür. Bunların arasındakı məsafə 63,5-dir. Burada 90 düşürsə, Bakı onda 63,5 daha az düşür. Yəni 26,5 dərəcə bucaqla düşür. Deməli, bu 4 düzdür, 2 düzdür. Subekvator iqlim qurşağında deyil. Bakının bilirik də subtropik qismə mülayim iqlim qurşağındadır. Burada təxminən mülayimlə subtropik iqlim qurşağı eləyir. İşıqlanma qurşağı olarsa, mülayim işıqlanma qurşağındadır. Çünki mülayim işıqlanma qurşağı 23,5 şimalla 66,5 şimal qütb dairəsi arasında yerləşir. Yəni bu ərazidə. 40 dərəcə şimal enliyi də bu hissəyə düşür. Deməli, cavab oldu 2, 4 və 6. Bu da situasiyadır. Əhali sayı 30 milyon, ümuminin dəyəri 50 milyard. Ölkə xaricindəki milli şirkətlərin istehsal etdiyi məhsul və xidmətlərin dəyəri 6 milyarddır. Onda bu formada yenə Euler-Venn diaqramı qururuq. Əhalinin sayını hələ ki saxlayırıq. Ümuminin dəyəri 50. Bura 50 olsun. Ölkə xaricində milli xaricindəki milli şirkətləri bura qeyd edirik 6. Onda ölkə daxilindəki yerli şirkətlər də 44 olar. Bura 50-dirsə, 50-dən 6-nı çıxırıq, 44 eləyir. Ölkə daxilindəki xarici şirkətlərin istehsal etdiyi məhsulun və xidmətlərin dəyəri 40-dır. Onda bura 40-dırsa,
ÜDM-nin də biz 84 olduğunu tapırıq. 40 buradır, 44 buradır. Cəmi 84. ÜDM-nin dəyərini tapdıq. Bura ÜDM-dir. Burada ÜMM olacaq. A ölkəsində ÜDM dəyərini hesablayın. 84. A ölkəsində ÜDM-nin adam başına düşən həcmini, adam başına düşən həcmini tapmaq üçünsə ÜDM-nin. Deməli 84 milyardı bölməliyik əhalinin sayına. Əhalinin sayı da 30 milyondur. Bu da eləyir adam başına 2800 dollar. 2800 dollar da ölkə olaraq aşağı olan qruplardadır. 13 mindən yuxarı olduqda yüksək, 4-13 min orta, 13 mindən 3 mindən 4 mindən 1000-ə aşağı, 1000-dən də olanda aşağı olanda isə çox aşağı sayılacaq. İnkişaf etməkdə olan ölkələr qrupuna aiddir bu. Cədvəldə verilmiş göstəricilər isə məhsulların artma ardıcıllığının verildiyi sıra müəyyən eləyir. 2004-cü, yəni məhsulu, yəni tonu bölürük hektara. Bu eləyir 6 ton, bu eləyir 4 ton, bu da eləyir 5 ton. Artma ardıcıllığından verirsə 2, 3 və 1 olacaq. 5 litr dəniz suyundan 60 qram duz əldə olunmuşdur. 5 litrindən 60 qram, 1 litrindən x də bərabərdir 12 qram duz əldə olunur.